dərəcəsinə təsir edən amillər və dissosiasiya sabit olacaq. Dissosiasiya dərəcəsinə hansı amillər təsir edir? Birinci, elektrolitin təbiəti. Elektrolitin təbiəti yazıram. Elektrolitin təbiəti. İkinci, həll edicinin təbiəti. Üçüncü, məhlulun qatılığı. Sonra gəlir temperatur. Beşinci, ionların qatılığı. Elektrolitin təbiəti, həll edicinin təbiəti. Yəni, elektrolitin təbiəti deyəndə elektrolit nədir? Ora əlavə elədiyimizdə, yəni, bayaqdan deyirəm, kalium sulfat əlavə olunub, natrium sulfat əlavə olunub, məhlulun içərisinə, onlar dissosiasiya edib, yəni əlavə elədiyimiz elektrolitdir. Onun təbiətindən. Əgər qüvvətli elektrolitsə, qəşəng tezliklə parçalanacaq. Zəifdirsə, parçalanmayacaq, az sürətdən parçalanacaq. Ümumiyyətlə, qeyri-elektrolitsə parçalanmayacaq, yəni elektrolitin təbiəti. Bu bir, bunu bildik. Həll edicinin təbiəti, yəni onu axı məhlul nədən ibarətdir? Həll olun və həll edici. Həll olun elektrolitdir, parçalanır ionlara. Həll edici də ki, onu həll edən, məsələn, su. Elə bil ki, dielektrik sabiti müəyyən mühitdə yerləşən iki elektrik yükü arasında qarşılıqlı təsir qüvvəsinin vakuuma nisbətən neçə dəfə kiçik olduğunu göstərir. Bu nə deməkdir? Yəni, neçə dəfə çox gücə malikdir ki, o elektroliti ayırsın. Məsələn, suyun dielektrik sabitin qiyməti 81-dir. Onu göstərir ki, 81 dəfə su bu ionlar arasındakı qarşılıqlı təsir qüvvəsini zəiflədir. Yəni, su gəlir onu zəiflətməyə və onu ayırmağa. Su daha qüvvətli həll edicidir, həll edicinin təbiəti olaraq götürsək, o daha yaxşı ayırmaq qabiliyyətinə malikdir. Suyun dielektrik sabiti daha çoxdur. Sonra gəldik məhlulun qatılığı. Məhlulun qatılığı azaldıqca ionların görüşmə ehtimalı bir-birindən azalır. Ona görə də deməli, dissosiasiya dərəcəsi artmış olacaq. Bir var ki, məhlul qatıdır və tutaq ki, içəriyə əlavə eləmişəm duzlar və bunlar bir-birinə yaxın yerləşir. İstərsəmiz bunları ayırmaq çətin olacaq. Amma bir var ki, məhlul durudur və onlar bir-birindən uzaq məsafədə 2 dənə, 3 dənə variya yoxdur və bunları ayırmaq təbii ki, asan olacaq. Bir-birini durudur axı, azdır, kalium sulfatdır, natrium sulfatdır, nədirsə də elektrolit az olduğuna görə onlar bir-birindən görüşə bilmir, daha yaxşı dissosiasiya edir, daha yaxşı parçalanır. Sonra, duru məhlullarda ionlar arasındakı toqquşmaların sayı azaldığına görə onu daha yaxşı dissosiasiya etmiş olacaq. Deməli, dissosiasiya dərəcəsi məhlulun qatılığı ilə də asılı olacaq, amma tərs asılı. Yəni, dediyim kimi, qatılıq artdıqca dissosiasiya dərəcəsi azalmış olacaq. Gəldik temperatura. Elektrolitlərin dissosiasiyasına elə bil ki, temperatur da təsir edir. Var qüvvətli elektrolit, bildiyimiz kimi, var zəif elektrolit. Temperaturu artırdıqca elektrolitin elektrik keçirmə qabiliyyəti artır və qüvvətli elektrolitdə və zəif elektrolitdə dissosiasiya dərəcəsi fərqli olur. Qüvvətli elektrolitlərdə temperaturu artdıqca dissosiasiya dərəcəsi azalır, zəif elektrolitlərdə temperaturu artdıqca dissosiasiya dərəcəsi artır. Suyun, məsələn, dissosiasiyası endotermik prosesdir. Temperatur artdıqca suyun dissosiasiya dərəcəsi artmış olacaq. Çünki o zəif dissosiasiya edən maddələrdir. Qüvvətli elektrolitlərdə dissosiasiya dərəcəsi temperatur artdıqca deməli azalır. Çünki kation və anionların toqquşma ehtimalı artmış olacaq.
Onu əsas bizdən qrafik şəkildə istəyə bilərlər. Alfa qüvvətli elektrodlar üçün temperaturdan azalacaq. Alfa zəif elektrodun temperaturdan asılığı üçün bu isə zəif elektrod olanda artacaq. Necə yadımıza saxlayaq bunu? Gördüyümüz kimi qüvvətlidir. Qüvvətli elə bil ki, mənfi təsir göstərir. Onsuz da qüvvətlidir. Temperaturun artması onun dissosiasiya dərəcəsini azaltmış olacaq. İndi gəldik ionların qatılığının təsiri. Dissosiasiya dərəcəsi əmələ gələn ionların qatılığından da asılıdır. Deməli, dissosiasiya nəticəsində əmələ gələn ionların qatılığını artırmaq və ya azaltmaqla tarazlığı yerini dəyişə bilərik. Məsələn, tutaq ki, bizə verilib NH4 OH. Əmələ gəlib NH4 müsbət üstəgələ OH və ya başqa bir nümunədə yazarıq. Burada deməli sol tərəfi artırsaq, sağ tərəfə yönələcək tarazlıq məsələsindəki kimi. Sağdakı ionları artırsaq isə sol tərəfə gedəcək. Tərkibində NH4 olan, məsəl üçün məhlula bir qədər NH4 xlor əlavə etsək, NH4 ionların qatılığı artmış olacaq. Axı buradan məhlulda dissosiasiya edəcək NH4 müsbət plus xlor mənfi əmələ gələcək. İstər-istəməz məhlula mən NH4 xloru əlavə eləsəm, NH4 ionunun miqdarı artmış olacaq. NH4 tərəf artır axı, tarazlıq məsələsindəki kimi. Burada NH4, axı burada dönər prosesdir. NH4 tərəfdə artdığına görə tarazlıq sola doğru yönələcək. Yəni, assosiasiya prosesi artacaq. Artıq dissosiasiya yox, parçalanmaq yox. Bu parçalanan ionların birləşməsi prosesi gedəcək. Yəni, bu da tarazlıq məsələsində Laşetelye prinsipi var idi, daha keçmişdik. Sağdakıların qatılığını artıranda sola, soldakıların qatılığını artıranda sağa yönəlir. Eyni ilə burada da elədir. Məhlulda əmələ gələn ionlardan birini tarazlıqdan sistemindən çıxartsaq, məsələn, buradan götürəcək NH4 çıxartsam, götürsəm bunu ortadan, onda tarazlıq sağa doğru yerini dəyişəcək. Yəni, dissosiasiya dərəcəsi artmış olacaq. Belə. Sonra indi gəldi dissosiasiya sabiti. Dissosiasiya dərəcəsinin qiyməti elektrolitin qatılığından asılı olduğuna görə bunu ifadə etmək üçün alfadan istifadə etmək o qədər əlverişli deyil. Ona görə dissosiasiya sabiti anlayışından istifadə edirlər. Dissosiasiya sabitinin qiyməti alfadan fərqlidir. Alfadan fərqli olaraq, deməli, məhlulun qatılığından asılı deyil də. Alfa dissosiasiya dərəcəsi bayaqdan yazırıq. Məhlulun qatılığından asılıdır. Ondan sonra həllədicinin qatılığından asılıdır. Elektrolitin qatılığından asılıdır. Burada isə məhlulun qatılığından asılı deyil. Biz onu tarazlıqda da demişdik ki, sabit, məsəl üçün tarazlıq sabiti qatılıqdan asılı deyil, TT-dən asılıdır. Məsəl üçün sürət sabiti TTK-dan asılıdır. Təbiət, temperatur və katalizator. Burada da qatılıqdan asılı deyil. Bu da sabitdir da, deyək. Dərəcə deyil, axı, deyirəm, dissosiasiya sabitdir. Yenə də qatılıqdan asılı deyil. Eyni ilə oradakı kimi oxşadıb yanımızda saxlaya bilərik. Yəni, K dissosiasiya sabiti qatılıqdan asılı deyil. Amma alfa asılıdır, ha. Qatılıq artdıqca dissosiasiya dərəcəsi azalmış olacaq. İndi dissosiasiya sabiti nədir? Dissosiasiya sabiti ionların qatılıqları hasilinin ionlara ayrılmamış molekulların qatılığı hasilinə olan nisbətinə bərabərdir. İonlara ayrılmamış. Yəni, məsələn, götürürəm hər hansı bir CH3COOH. Bir götürdüm, bu qarışqa turş, daha doğrusu asetat turşusudur. Bunu parçaladım ionlara. CH3COO mənfi üstəgələ H müsbət. 2 dənə ion əmələ gəldi. Mən nə deyirəm? Dissosiasiya sabiti qatılıqdan asılı deyil. Ancaq nəyə bərabərdir? Əmələ gələn ionların hasilinin. Burada hansı ionlardır? Elə 2 dənə ion əmələ gəlib, onların hasilinin dissosiasiya etməmiş molekulun sayına, yəni CH3COOH. Elə bir ki, tutaq ki, 10 molekul əlavə etmişəm, 12-si parçalanıb. Ondan ikisi parçalanırsa, 2 dənə deməli əmələ gələcək belə bir ion, mənfi yüklü ion, 2 dənə də müsbət yüklü ion. İndi bunun K dissosiasiya sabitini necə tapıram?
10 dənədən deyirəm ikisi parçalanıb. Düzdür? 8-i parçalanmayıb. Məxrəcə yazıram parçalanmamış 8. Surətə isə əmələ gələn iyonlar. Yəni 2 mol bölünmüş litr birinci iyonun qatılığıdır. 2 də ikinci iyonun. 2 vuraq 2 eləyəcək 4. 4 bölək 8 o da eləyəcək 0,5. Deməli dissosiasiya sabiti 0,5 olur. K dissosiasiya sabiti temperaturdan asılıdır. Necə ki qatılıqda deyirdik tarazlıq sabitində deyirdik. Ancaq qatılıqdan asılı deyil. Sabit kəmiyyətdir. Ancaq maddənin təbiətindən temperaturdan, yəni bura katalizatorda təsir eləmir. Maddənin təbiətindən temperaturdan asılı olaraq dəyişir. K-nın qiyməti nə qədər çox olarsa, deməli elektrod bir o qədər çox dissosiasiya etmiş olur. Müxtəlif elektrotlərin eyni mol miqdarının həll olduğu zaman məhlulların hansında daha çox sayda iyon əmələ gəlirsə, o zaman elektrik keçiriciliyi daha yüksək olur. Məsələn, var natrium xlor, var dəmir xlorid, eyni zamanda alüminium xlorid. Diqqətlə baxsaq, natrium xlorda bir dənə natrium iyonu var, bir dənə xlor. 2 iyon buradadır. Burada bir dənə dəmir var, 2 dənə də xlor. 3 iyon buradadır. Burada bir alüminium, 3 dənə də xlor, 4 iyon buradadır. Cəmi elədir. Cəmi ayrı-ayrı müqayisə eləsək. Deməli, burada da 4 iyon əmələ gələcək. Diqqətlə baxsaq görəcək ki, hansında daha çox iyon var. Alüminium xloriddə. Alüminium xloriddə daha çox iyon olduğuna görə onun elektrik keçiriciliyi daha yüksək olur. Deməli, biz bu dərs nə öyrəndik? Dissosiasiya dərəcəsinin nələrdən asılı olduğunu, elektrodin təbiəti, həll edicinin təbiəti, məhlulun qatılığı, iyonların qatılığı. 2 dəfə qatılıq var, məhlulun qatılığı, elə bil ki, əlavə elədiyim elektrodin təbiəti və onu həll edən həll edicinin təbiəti. Sonra o həll olandan sonra məhuldakı qatılıq yarandı. Onun qatılığı, onun içərisində olan iyonların qatılığı və temperatur. Temperaturdan necə asılıdır? Dissosiasiya dərəcəsi qüvvətli elektrodlərdə tərs mütənasib olacaq. Temperatur artdıqca dissosiasiya dərəcəsi azalmış olacaq. Zəiflərdə isə artmış olacaq. Qatılıqdan necə asılıdır? Elektrodin təbiətindən necə asılıdır? Güclü elektrod olanda yaxşı ki, dissosiasiya edir. Onda yaxşı dissosiasiya edirsə, belə deyək, orada daha çox iyon əmələ gəlmiş olacaq. Həlledici nədən asılıdır? Orada dedik ki, həlledicinin təbiəti deyəndə onun suyun dissosiasiya sabiti sabitdən asılıdır. İstəyir su olsun, istəyir digər həlledici olsun, dielektrik sabiti deyək də, dielektrik sabitindən asılıdır. Yəni, onu ayırmaq qabiliyyətindən asılıdır. Suda da ən böyükdür, 81-dir dielektrik sabiti. Mühiti su olan məhalda iyonlar arasında qarşılıqlı təsir qüvvəsi onların kristaldakı təsir qüvvəsinə nisbətən 81 dəfə zədələnir. Yəni ki, o deməkdir ki, suya əlavə edilməndən sonra su molekulları onu qəşəng ayırır. Kristaldakı qüvvədən 81 dəfə zəifləmiş olur, onu yaxşı ayırmış olur dielektrik sabiti. Onu bildik, temperaturu da bildik, qaldı iyonların qatılığı. Təbii ki, dedik ki, iyonların qatılığından necə asılıdır? Məhlulda nə qədər, belə deyək də, sağdakı, burada belə var idi də, sağdakı tərkibdə hər hansı bir duz əlavə eləsək, iyonların qatılığı artdıqca sola və ya oradan əmələ gəlmiş iyonların birini çıxartsaq, tutaq ki, NH4 və ya OH-dan birini çıxartsaq, sağa doğru yönəlmiş olacaq, tarazlıqda olduğu kimi. Məhlulların qatılığı ilə isə tərs mütənasibdir. Nə qədər çox qatı olarsa, deməli, molekullar bir-birinə daha çox yaxınlaşmış olacaq. Onları ayırmaq da çətin olacaq. Ona görə məhlulların qatılığına tərs mütənasibdir. Və dissosiasiya sabiti nə oldu? Dissosiasiya nəticəsində əmələ gəlmiş iyonların qatılıqları hasilinin dissosiasiya etməmiş molekulun qatılığına olan nisbətinə bərabərdir. Və nə qədər çox iyon əmələ gələrsə, o qədər çox güclü elektrod olur və yaxşı elektrik cərəyanını keçirmiş olur. Bu da dərsimiz.